Narçılıq kənd təsərrüfatının ən əlverişli sahələrindən biri sayılır. Fermerlər deyir ki, bu sahənin daha da irəliyə getməsi üçün dəstəyə ehtiyacı var. Belə bir fikir var ki, nar deyiləndə Azərbaycan, Azərbaycanda Göyçay, Göyçayda isə Bığır kəndi yada düşür. 2006-cı ildən etibarən Göyçayda keçirilən nar bayramında iştirak edən xarici qonaqlara bildirilir ki, nar Azərbaycana məxsus milli sərvətdir. Hazırda rayonda 3620 hektar nar bağı var ki, bunun da 2746-sından məhsul əldə edilir. Digər ağaclar cavan olduğundan hələlik bar vermir. Hazırda İndi biraz gecikib, yəni budamada ağac təmizlənir. Hər tərəfini işləndikdən sonra peyinlənib, kübrə verilib, suvarılıb. İndi budama işi gedir. Narı da əsas dibin təmiz saxlamaq, gövdəsin. Gövdəsini təmiz saxlayandan sonra baş hissəsində pürcələri qoymaq lazımdır, qalxsın. Yəni, məhsula çövülürsün. Fermer Talih Məmmədov deyir ki, yaz aylarından etibarən nar ağaclarında yaranan qurdlar payıza qədər onun məhvinə xidmət edir. Yağıntılı havada meydana gələn göbələk xəstəliyi isə nar ağacını sıxaraq inkişafını ləngidir. Fermerin sözlərinə görə xəstəliyə qarşı dərmanlar effekt vermir. Ona görə də narçılığın inkişafına dəstək lazımdır. Fermer deyir ki, narı uzun müddət saxlamaq üçün xüsusi yerlər olmalıdır. Ancaq yerli alıcılar tərəfindən alınan məhsul birbaşa xarici bazarlara çıxarılsa, bu narçılığın inkişafına təkən verər. 300 növü olan nar Göyçayda sululuq və şirinliyinə görə digər rayonlardakindən fərqlənir. Xırda ağaclardan 25-30, iri ağaclardan isə 50-60 kiloqram məhsul götürmək mümkündür. Yerli sortlardan Güneşə sortdur, Vərəz sortudur, Şirin nar sortudur. Şıxbaba sortudur, Balayın Müsar sortudur. Əsas bunları yetişdirir. Onlar çox bizim yerlərdə effekt verir. Təkcə ötən il bağlardan 42.963 ton nar yığılıb ki, bu da hektara 156,4 sentiner məhsul deməkdir. Rəhman Əsədov, Şaban Cəfərov, Şahin Qurbanzadə, Göyçay.